Deməli, universitetinizdəki təcrübə proqramları, təqaüd proqramları və yaxud da ki, əlavə imkanlar nələrdir? Bunlar barədə də biraz məlumat verərsiniz. Universitetimizdən ADA ilə bağlı nəzərdə tutursa, ADA yeni ixtisaslar açmışdı, yeni fakültələr, hansı ki, dizayn fakültəsidir, arxitekturadır, memarlıqdır. Bu kimi sahələr üzrə tələbələrə imkanlar təqdim edir və mən bütün tələbələri və şagirdləri ADA-da deməli hər ay və yaxud da müəyyən dövrlər ərzində info sessionlar olur. Daxil edirlər, ixtisas haqqında məlumatlar verirlər, kampus turları olur ki, siz ADA-ya müraciət etməmişdən öncə yaxından məlumatınız olsun, gəzinti haqqında məlumat verirlər, bal olsun, imtahan, hər şey haqqında tam məlumatlı olurlar. Açığı mənim dövrümdə mən kaş ki gedərdim, tam məlumatsız şəkildə daxil olmuşdum, amma yəni bu şəkildə imkanlar var. Təqaüddə olimpiada qalibləri gələ bilərlər, yəni demək olar ki, ADA-da yerlər %100 dolur hər il. Ondan əlavə müəyyən deməli ballar yığıb SAT və digər imtahan vasitələri daxil ola bilərlər. Yəni təqaüd imkanları çoxdur. Araşdırmaq, təhlil etmək və onlar haqqında ətraflı məlumat almaq üçün ADA-nın saytından da məlumat ala bilərlər. Bir də bildiyimiz kimi ADA xarici ölkələrlə də, xarici universitetlərdə də əməkdaşlıq eləyir. Yəni bu şanslar barədə də biraz danışardınız. Deməli, ADA-nın bəzi deməli ixtisasları var ki, hansı ki, ikili dərəcədir. Məsələn, bildiyim qədərilə elektrik mühəndisliyində var ikili dərəcə. Biri ADA-da, digəri xarici universitetlərin birində. Hüquqda bəzi hüquq ixtisasında bəzi deməli 3+1 formatı var. 3 il ADA-da oxuyursan, son ili başqa yerdə, amma sonda 2 il diplom alırsan. Və bu kimi universitetlər çoxdur. ADA-nın öz daxilində exchange proqramları da olur. Hər il müəyyən qədər tələbələr bir semestri xarici ölkədə keçirirlər. Mən özüm 2 dəfə exchange-ə qəbul olmuşam, amma 2 dənə də imtahan verməli olmuşam. Biri İstanbul Aydın Universitetinə daxil olmuşdum ki, spring semestrin, yəni yanvardan may ayı ərzində orada təhsil alacağam. Digərinə də ikinci dəfə müraciət etmişdim bu il, 2025-ci ildə daha doğrusu. Və Rumuniyaya düşmüşdüm orada, Buxarest şəhərində. Yenə imtahan verməli oldum. Çünki mənim aldığım universitet başqa universitet idi və mən ora düşə bilmədiyim üçün Rumuniyanı artıq deməli imtahan verməliyəm. Yəni fürsətlər dəhşət çoxdur. Bu ilin özündə də diplomatic mission var, hansı ki, diplomatiya təcrübə proqramı var. İspaniyaya müraciət etmişəm. Görək nəticələr çıxmalıdır yaxında. Uğurlu olar. Çox sağ olun. Yəni imkanlar hədsiz çoxdur.